Salatçı işi var yoldaşlar, salatçı işi var. Mən sizə salatçı işindən bəhs etmək istəyirəm. Bu salatçı işi hospitaldadır, Livbonadia hospitalındadır, Qaraqərəvdə olmalıdır. Amma bu minimum 2 illik iş təcrübəsi olanlara daha üstünlük verirlər. Ola bilər sizin 1 illik iş təcrübəniz var və ola bilər o 1 illik iş təcrübənizlə bərabər başqa özəllikləriniz də var və yaxud heç təcrübəniz də olmaya bilər. Amma başqa gözəl özəllikləriniz ola bilər, üstün özəllikləriniz ola bilər və bu sayda işləmək istəyirsə, siz də şansınızı sınaya bilərsiniz. Əsas məsələ sürətli və məsuliyyətli işləmə bacarığınız olsun, təmizlik və gigiyena qaydalarına ciddi yanaşan biri olun, komanda ilə işləmə qabiliyyətiniz olsun. Bu işə də müraciət etməkdə dəstək istəyirsə və digər işlərlə də tanış olmazsınızsa, ümumiyyətlə iş tapma səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, misal üçün TikTokda görürsünüzsə, profilə daxil olun. Daxil olduqdan sonra Torlacıvatlı profilə görəcəksiniz ki, daha doğrusu kanala daxil olun, Torlacıvatlı kanala. Kanala daxil olduqdan sonra görəcəksiniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. YouTube-da baxırsınızsa, elə videonun adında əlaqə vasitəsi qeyd olunubdur.